Sərhədləri qapanmış Azərbaycanda həqiqətən də nələrsə baş verməkdədir. Dövlət büdcəsinin sosial təyinatlı büdcə olduğu bəyan edilir və növbəti günün xəbərində dövlət büdcəsindən ödənilən təqaüd məbləğlərinin qənaət adı ilə azaldıldığı, büdcə gəlirləri siyahısında vətəndaşlardan alınacaq cərimə məbləğində artımın proqnozlaşdırıldığı qeyd olunur. Bugün tətbiq edilən vergi dərəcələri hesabına ilin sonunda dövlət büdcəsində artıq məbləğ profit yarandığını deyən eyni ekspert növbəti 3 il ərzində vergi dərəcələrinin yavaş-yavaş yüksəldilməli olduğu barədə şərh verir. Əliyev ailəsi xalqın 60 yaşından yuxarı hissəsinə direkt olaraq bacarırsansa elə bugün öl demək əvəzinə qanunlarını dəyişdirib, gah təqaüd yaşını təbii ölüm yaşına kimi uzadırlar, gah dərmanların qiymətini sürətlə artırırlar, gah da maddi imkansız şəxsləri, bura əsasən yaşlılar daxildir, tibbi sığorta xidmətindən məhrum edirlər. Mediada dövlət çevrilişinin təşkilatçısı kimi ittiham edilən Ramiz ev dustaqlığında ola-ola mobil telefonla jurnalistlərin suallarına cavab verir. Həmin mediada Ramizin heç kimə göstərilməyən 50 nəfərlik siyahısı ilə istədikləri adamı şərləyib məhkəmə qaydasında gerçəkdən həbsxanaya göndərdiklərini yayımlayırlar. Qarabağ işğaldan azad olunanda Türkiyə rəsmilərinin işğal müddətində Ermənistanla bağlı olan sərhədlərimizi artıq açırıq mesajına cavab olaraq Türk dövlətini az qala xain adlandıran eyni media hələ sülh sazişi olmaya Ermənistana ilk Azərbaycan neftinin ixracını bayram edir. Bir sözlə ölkədə başdan ayağa ardıcıl paradokslar baş verir.